Təsdiq edilmiş qrafik uyğun olaraq Goranboyda növbəti səyyar qəbul rayonun Əlirzalı kəndində keçirildi. Goranboy rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə keçirilən səyyar qəbulda geniş məruzə nitqi ilə çıxış edərək Prezident Cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti sayəsində ölkəmizin artan beynəlxalq nüfuzundan təhlükəsizliyinin möhkəmləndirilməsi və əhalinin rifahının yaxşılaşdırılması istiqamətində aparılan işlərdən danışdı. İcra başçısı qeyd etdi ki, ölkə rəhbərinin yerlərdə vətəndaş müraciətlərinin operativ baxılması, obyektiv yanaşılması və bu istiqamətdə vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq sərəncam və tapşırıqlarına uyğun olaraq, həmçinin bu istiqamətdə dövlət siyasətini əsas tutaraq yerlərdə vətəndaşların səyyar qəbulları həyata keçirilir. Sonra kənd sakinlərinin müraciətləri dinlənildi. Hörmətli Əlirzalı kənd sakinləri, bugün qrafik üzrə sizinlə görüşə gəlmişik. Bizim narahatçılığımız ondan ibarət ki, bizim örüş sahəmiz yox. Bu tərəfdə bu təzə məhəllələr deyilən yer var. Orada uşağıma grev almışam. Mən orada o şəhərimin qırağından da ev yerimdən başqa mənim orada nə məhəllə yer yox. Sizin xahişim odur ki, mənim evimi su basır. Bizim Əlirzalı sahələrə gələn ağ, onun evinin qalarına keçir. Birinci dəfə çıxanda narahat oldu ki, su basır, getir balını gətirib saldım. Sonra deyir ki, birdən arxdan çox gəldi su. Bir dənə setka düzəltmişəm, asobu arxa qoymaq. Çünki artıq su, orada aparıb komşumuz qapısına ki, lazım olanda su hələ gəlmir su. Gələndə biz yer də xahiş eləmişik, indi aparıb onu aydın tətbiq edilir. Yoldan ki, bizim kəndə döndük. Ora dönərkən yolda bir putka var, dəmir putka. O putka müşat edir bizim çıxışımıza. Xahiş edirəm, yolun əks istiqamətinə bir güzgü qoyulsun. Xatya bu, biz gələn maşını görək çıxmayaq. Bizim Xanqərvətdə 4 xət var. Onlardan biri də artizan xətti deyilən bir xət var. Biz zərrə qədər külək əsərkən bir-birinə deyil, işıq keçir. Bir pay torpağımız Yevlaxla həmsərhəddədir. Lap axırıncıdır. İcra nümayəndəsi bilir, bələdiyyə bilir. Lap axırıncı biz olduğumuz üçün bizim su problemimiz yaşandı. Bizim sizlərdən də biri haqda xətlərimiz yox. Gəldilər, bir ikisini dəyişdirək, köynək torpa bağladılar, getdilər. İşıqla bağlı. İşıqla, bəli. Burada park torpağının əvəzədərdir. Bir nəfər burada gətirib yerini düz olmadığı üçün ölçdürübdür. İndi yerlərdə hamısında sürüşmə gedir. Bizim qaz problemimiz var. Nə problem? Qazımız çox zəifdir. Bizim kəndimizdən yıqan tərəf o da yox dərəcəsində. Rayon rəhbəri müraciətlərin həlli ilə bağlı aidiyyəti məsul şəxslərə müvafiq tapşırıq və tövsiyələrini bildirdi. Həlli vaxt tələb edən məsələlərin icrasının təmin edilməsi nəzarətə götürüldü. Əlirzalı kəndindən Vətən müharibəsi şəhidimiz Şahmaliyev Əzimin atası Namiq Şahmaliyev görülən işlərə göstərilən yüksək diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirdi. Əlirzalıda tutaq arsanlar hamısı istəyir, su dərdi problemimiz yoxdur. Arpamız da, taxılımız da sulamışıq, araqda yekunlaşmaq üzrədir. Bizim yolumuz da yaxşıdır, işimiz də yaxşıdır. Hamının işi, gücü işləyir. Prezidentimiz başda olmaq, bütün prezidentimiz Allah'ın cansağlığı buyurur. Mən deyərəm ki, Əlirzalı tam çiçəklənir. Hər cəhətdən. İşığımız kabelləşib, küçələr, ondan sonra asfaltlanıb, bizim əyərimiz torpağa dəymir. Allah prezidentimizi qorusun, prezidentimiz canını sağ edəsin. Çox sağ olun.